İgidlər yurdu, mübarizlər diyarı, Biləsuvar rayonundan sizləri salamlayırıq. Region Ligasının 8'də bir final görüşündə möhtəşəm bir qarşılaşmanın sırasındayıq. Meydan sahibi Biləsuvar futbol komandası məhz öz evində Aksu City ilə qarşı-qarşıya gələcək. Buqar qalın. Ev sahibindən başlayaq. Biləsuvar futbol komandası ilə qapıda Samir Abbasov 12 nömrəsi ilə Emil Əsənzadə, 9 nömrəsi ilə Zahar Nurizadə, 10 nömrəsi ilə Süleyman Piriyev, 14 nömrəsi ilə Suraj Şahbazov, 15 nömrəsi ilə Ruslan Tağızadə, 42 nömrəsi ilə Valid Yusifzadə, 47 nömrəsi ilə Qoşqar Babayev, 66 nömrəsi ilə Cavanşir Cavanşirov, 74 nömrəsi ilə Kenan İbişov, 77 nömrəsi ilə Sahib Cümşidov. Məhz meydanda Biləsuvar adına mübarizə aparacaq. İndi isə keçid edək məhz qonaq komandaya Aksu City komandasına heyətiyə. Məhz qapıda Tural Abbaszadə, kapitan 10 nömrəsi ilə Gökhan Kartal, 6 nömrəsi ilə Mətin Əbilsoy, 7 nömrəsi ilə Murad Niftəliyev, 8 nömrəsi ilə Emil Elnur Mustafayev, 9 nömrəsi ilə Rafael Qavami, 11 nömrəsi ilə İsmail Qəmbərov, 17 nömrəsi ilə daha doğrusu 17 nömrəsi ilə Ramal Əhmədov, 20 nömrəsi ilə Tamerlan Zeynalov, 23 nömrəsi ilə Nurlan Məmmədov və 33 nömrəsi ilə Elmir Xəlilov. Dörtte 1'e gedən yolu garantiləmək üçün hər iki komanda da meydana daxil olacaq. Bugün mübarizənin adı məhz 4'te 1 final yolunu məhz ilk görüşdən garantiləmək adına olacaq. Başta dediyimiz kimi hər iki komanda uğurlar arzu edirik. Qarşılaşmaya Biləsuvar futbol komandası start götürdü. Cavanşir ən geriyə. Emil Əsənzadə ilə oynamışdı. Ruslan Tağızadə sağ aşağıda komanda yollaşını gördü. Müdafiənin ən girişdə Ramal Əhmədov qarşıladı. İndi Mətin Elnur Mustafayev. Mərkəzdə özü daşlı topu. Komanda yollaşını görsə də ötürmə mümkün olmadı. Müdafiəçilər tərəfindən ram edilməyə mümkün oldu. Ev sahibi məhz ilk həyəcanlı yaşadırdı. Rəqib komanda ama offside bayrağı havadadır. Olduqca təhlükəli bir bölgədir. Səliyev topu itirdi. Qoşqar Babayev uzaqlaşdırmağı başarmışdı. Sonrasında Rüslanın da bir müdaxiləsi var idi. Cərmə meydançasına top daxil olan olmaz. Müdafiəçilər uzaqlaşdırmağı başarır. Ramal Əhmədovun da müdaxiləsi var ama əllə oynama. Ramal Əhmədov olduqca kritik bir vaxtda, olduqca kritik bir zamanda resmi xəbərdarlıq erkən hakimin cibinə çıxdı. Ramal Əhmədov sarı kartla cəzalanır standart vəziyyət Biləsuvar futbol komandasının. Hal-hazırda ilk 5 dəqiqəyə baxdıqda hər şey Biləsuvar futbol komandasından yana gedir. Cərmə meydançasının içərisində daxil oldu top. Heç kim toxunuş edə bilmədi. Top birbaşa Tural Abbaszadədə qalır. İndi isə Aksu City'nin əksi hücumu. Sol çınaqda.
Qapı qarşısına Rafael Qavami üstünəkdən out. Rafael Qavami ilə Ağsu City təhlükəli gəlmişdi qonaq komanda. Və həmçinin də sizlərə nəzərinizə çatdırım ki, məhz bu qarşılaşmada mənimlə bir gerçəkdə Yalçın bəy də var. Məncə sən də izləyicilərimizi salamla. Xoş gördük hər birinizi əziz izləyicilər. Mən futbolçuların meydana daxil olma kadrlarını çəkirdim. O futbolçuların oyun öncəsi xatirə şəkillərini və topun, qapının hansı komandada olacağını müəyyən etmişəm. Anları çəkirdim. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda da bu mərhələni adlamağa layiq komandadır. Oyuna davam edirik. Buyurun. Aksu komandası cərimə zərbəsini yerinə yetirir. Müdafiəçi mərkəzdən. Yəqin ki, müdafiəçilərin Biləsuvar komandasının müdafiənin sonuna asma olacaq. Baxaq nə qədər effektli olacaq. Ötürmə. Murada doğru ünvanlanır. Murad topu itirdi. Kənan İbişov topu qazanmışdı indi komanda yoldaşına. Əla gördü sol çınaqda. Bir qədər top itkisi ən geri planda. Sahibçi Üşürtov. Ən gericə. Kənan İftəliyevin də təzyiqi var idi rəqibə qarşı, amma top meydanı tərk edir bu. Həmçinicə bir qayda pozuntusu da var. Biləsuvar futbol komandası oyunçusuna qarşı. Bişov zədələndi. İnanırıq ki, zədəsi kifayət qədər yüngül olar və oyuna davam edər. Yetərincə liqalarda oynamış komanda, futbolçular gördük həm iki komandada, Biləsuvarda və Aksu City'də. Kənan İbişov, Emil, Zar Nurzadə, eynən də Aksu komandasının heyətində Murad, Qolubüdü, Muraddır, Gökhandır. Mətin də cəzası bitib artıq komandaya qoşulmaq üzrədir. Bəli, mərkəzdə topu Biləsuvar komandası qəbul edir. Müdafiənin girişinə Emil Əsənzadə. Topu təhlükəli bir bölgədə ram etdi. Taş atışı isə Aksu City notu. Tamerlan. Yenidən taş atışı yeni itirəcək Biləsuvar komandası adına. Ən yaxın bölgədə Ruslan Tağızadəni əla gördü. Qapı qarşısına ötürmə. Qapıya qarşı sərt oyun intizarında. Sonrasında da zərbə də gəldi qapıya, amma üstünəkdən out. Tural yerdə qalır. Təbii ki də Zaur idi epizodun öncəsində. Topu havalan oyuncu Zar Nuruzadə Turalın yerdə qalmasına səbəb olur. Tural haqqında məlumat verək ki, yetərincə Premier Liga oynamış komandadır. Sumqayıtda, Kəpəzdə oynamış futbolçudur. Sonuncu komandası Araz Saatlıdır. 33 yaşlı təcrübəli futbolçu. Bu dəfə qapını o qoruyacaq. Mətinə doğru ötürmə. Ən gerdə Qoşqar Babay mane olmuşdu. Yenidən topu qazanır Biləsuvar futbol komandası. Sura Şahbansov müdaxilə də var idi. Bir qədər sanki komanda yoldaşları ilə də anlaşılmazlıq yarandı. Xəsis davrandı. Top itkisi də gecikmədi. İsmail Qəmbərov yenidən top itkisi. Biləsuvar futbol komandasının əks hücumlarının ardı kəsilmir. Elmir Xəlilov topu Gökhan'a ötürdü. Gökhan saxlaya bilmədi. Az da Gökhan'ın biraz zədəsi var öncəki oyunlarda. İnanır ki, bu oyunda zədə ona problem yaratmaz. Mərkəzdə daha aktiv, daha gözəl futbol oynamaq məhz ona tapşırılıb. Aksu City'nin onurğa sütunudur Gökhan. Ən geri planda Murad Niftəliyevi düşünmüşdü amma Out. Müdafiəçilər yerində də ayıq-sayıqdı. Keçid vermərəm dedi, müdaxiləsini etdi. Topu taça yolladı. Hesab 0-0'dır. Oyun birinci hissənin əvvəlləri ilk 10 dəqiqəsi davam edir. Qapışı uzun oynadı. Gökhan. Sabir Abbasov idi bu. Tam Çox gözəl düşünülmüşdü amma. Əfsuslar olsun Valid. Özünü çatdırmağı bacarır. İndi yedən Elnur Mustafayev Mətinlə oynadı. Mətin sol çıraqda yaxşı oynayır. Gökhan Kartal. Kapitan iki rəqib oyuncusundan yaxşı sıyrıldı. Dağlara daşlara göndərdi zərbəni. O neydi belə? Ən çətində bacardı amma. Doğru bir zərbə indirmək mümkün olmadı onun adına. Gökhan'ın belə zərbələri var. Yadındadırsa elə sən özün şərh elədiyin Ağcabədin oyununda hesabı Ağcabədinin bərabərliyi oynanan oyunda məhz Ben o hesabı təyin etmişdim məhz hesabı. Möhtəşəm bir gol atmışdı. Eyni bu istiqamətdən. sevir uzaqdan vurmaları. Sağ şınaqda yenidən oynadı. Yenidən Elnur Mustafayev. Çox gözəl ötürmələr. Murad İftəliyev. Murad Yerdə qalır müdaxilə var. Qayda pozuntusu yoxdur.
Qarşılaşma davam edir. Çox sıx oynayır biləsi var müdafiə. Qoşqar Babayev ötürməsini əla verdi. Əla Elmir, əla. Cavanşirlə mübarizətə Elmir Xəlilov qalib gələn tərəf olur. Afərin düşür Elmirə burada. Hər şeyə rağmen topu komandasına qazandırmağı başarır Elmir Xəlilov. Mart ayının 28-nə planlaşdırılır. Aksu şəhər Olimpik İdman kompleksində oyun baş tutmalıdır. İnşallah bütün izləyicilərimizi, Aksulu, Biləsuvarlı, hər kəsi həmin oyuna dəvət edirik. Son dəqiqələrdə məhz Aksu City daha çox təzyiq göstərir rəqibi, amma qapıya sadəcə bir tek zərbə var orada Gökhan Kartal timsalında. O da bir qədər geridə Elnur Mustafayevdən gözəl hərəkətlər. 2 rəqibini keçdi amma 3-cü rəqibi ram etmək o qədər də sadə olmadı. Müdafiənin gerisinə. Ramalın toxunuşu. Elmir sürətlidir. Nurlan Zauru da yaxşı qapıyıb oyunun ilk dəqiqələrindən görünür. Sol cinahda da Mətin. Elmir. Topun başında Gökhan Kartal və Rafael Gavami var. Görək hansı bir dəyərləndirəcək ən yaxın güncündə məhz mən Mətini də görürəm. Bu Mətinə ötürmə də ola bilər. Oyun artıq 21 dəqiqəsi geridə qalıb. Gökhan Kartal'la bir qədər danışdı. Fit səsləndi Mətinlə oynandı. Baxdı zərbəsini indirdi müdafiədən. Dönən topu zar uzaqlaşdırmağı başarır. İndi Elmir Xəlilzadə. Daha doğrusu Xəlilov. Elnur Mustafayev, Rafael Gavamiyə. Gökhan Kartal kapitan. Əla Gökhan. Topu meydanda saxlamağı başardı sol çarda. Top itkisi yaşanır. Yenidən Gökhan Kartal ram etməyə başarır. Qapı qarşısında ötürmə. İsmail'e doğru. İsmail Qəmbərov istiqamətinə amma bir qədər top uzaqlaşır təhlükəli bölgədən. Ramal Əhmədov yoxlayacaq mı? Sağ şınaqda. İsmail Qəmbərovu yaxşı gördü. Sürüşmə pəndi ilə ram etdirmək mümkün oldu. Sonra Şahbazov. Və standart bir vəziyyət var yenidən. Cərmə zərbəsi yeni itirəcək. Qayda pozuntusu var meydanda. Gün zərbəsi yeni itirəcək. Biləsuvar futbol komandası. Hakimi piti səsləndi. Qapı qarşısında ötürmə. Boşda zərbə və gol! Hesab açılır. Hesab açılır. Qoşqar Babayev al dedi at dedi. Valid Yusufzadə. Hesab açılır qarşılaşmada. Biləsuvar futbol komandası 1. Aksu City 0-25-ci dəqiqədə. Bu dəqiqədən sonra oyun daha maraqlı keçəcək mənə elə gəlir. Bəli, artıq cəhdlər bir qədər çox olacaq Aksu City adına. Süleyman Piriyev. Mərkəzə doğru bir top itkisi yaşandı. Murat Zəftirəbin qarşısına yerdə qalır. Gözlər hakimdədir. Asay olmasaydı penaltıydı. Ya da qırmızıydı. Oyun öncə asay vardı. Cavanşir. Zarın qarşısına təkə bizotda Tural. Tural Abbaszadə heyif bu komandaya əvvəlcəncə gəlməyib. Zara keçid vermədi. Ən təhlükəli epizodlardan biriydi. Zarın Rüsadə timsalında. İşini mükəmməl edir. Tural Abbaszadə bugün sadəcə komanda yoldaşlarından gol gəlmir. Zarın Rüsadə Mətindən topu qapartmağı başarır və yerdə qalır. Oyunu kənar vəziyyət. Heç şübhəsiz Zarun Rüsadəni dayandırmaq üçün onun üçün məhz qayda pozuntusuna gərək var. Onu başqa cür dayandırmaq mümkün deyil. Aksu City komandası tam heyətlə müdafiəyə gəlmişdi. Bu da Biləsuvar komandasının hücumda nə qədər dişli olmağını göstərir. Murad Nefteliyevə qarşı qayda pozulur. Ramal mərkəzə keçsə başla zərbə vurar. Hündürboy futbolçudur Ramal. Hesab hal-hazırda 1-0. Bir gol epizodun çıxmaq şərti ilə bütün epizodlarda müdafiənin həm sağı, həm mərkəzi Aksuda inamlı çıxış edir. Gün zərbəsi yeni itirəcək. Biləsuvar komandası adına. Tural yumruqlatı. 2-2-1 zərbətə. Çərçivəni tapmaq mümkün olmadı. Zarun Rüsadənin də sitəmi var komanda yoldaşına. Bu zərbədə Sahib Cümşidov idi zərbəni indirən oyuncu. sahibin bu zərbəsi də qapıya doğru keçsəydi kifayət qədər təhlükəli olardı. İsmail sağda ötürməsini etdi. Elnur, bəli. 8 nömrə altında. İlk dəfə də olaraq Aksu City komandasında 8 nömrə görürük. Cavanşirovun sürətli qazanıb topa.
Gözəl bir ötürmə. Nurlan qarşıladı. Mətini keçməyə başardı. Bir başa qapıya sərbə. Oy oy oy. Bu alqışlar onun üçündür. Ruslan Tağızadə. Cavanşir uzun oynadı. Sağır Nuruzadə istiqamətdə müdafiənin gerisinə. Gəlişinə bir sərbə dirəkdən dönür. İkinci bir şət olacaq mı? İkinci bir şət və gol! Qoşqar Babayev Nuruzadənin vurduğu sərbə dirəkdən döndü. Qoşqar Babayev müdafiəni ram etməyə başardı. Zərbəsini indirdi. Çərçivəni tapır zərbəsi. Qolu qeydə alır. Mən demişdim axı. Və bu da ilk hissəni sona yetirən penaltı. İkinci hissədə görüşmək ümidi ilə.